Hər vaxtınız xeyir olsun. ATV Xəbərin saat 14-də olan buraxılışını təqdim edirik. Şuşa rayonu Sarıbaba kəndinin çətin relyefinə baxmayaraq burada mina təmizləmə işləri davam edir. Kənd Qarabağın dağlıq hissəsində təxminən 1500 metr yüksəklikdə yerləşən yaşayış məntəqəsidir. Ərazi uzun müddət hərbi nəzarət zonası olub və bu istiqamətdə döyüşlər aparılıb. Kənd ərazisində aparılan texniki tədqiqat əməliyyatları nəticəsində ərazi döyüş sahəsinin təmizlənməsi kimi qiymətləndirilib. Döyüş sahəsinin təmizlənməsi əməliyyatları yerüstü və yeraltı təmizləmə üsulları ilə həyata keçirilir. Şuşa rayonunun Sarıbaba kəndinin yenidən qurulması ilə bağlı ərazinin təmizlənməsi layihəsi çərçivəsində 82 hektar ərazi təmizlənib, 14 ədəd partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib. Vaşinqtonda Konqres binasında Bakı Təşəbbüs qrupunun təşkilatçılığı ilə qayıdış hüququ və öz müqəddəratını təyin etmə, ikili standartlar və selektiv yanaşmalar mövzusunda beynəlxalq konferans keçirilib. Konferans iştirakçıları etnik təmizləmə siyasəti nəticəsində Ermənistan ərazisindəki tarixi torpaqlarından zorla qovulmuş 100 minlərlə Azərbaycanlının nümunəsində fundamental hüquqlarının öz tarixi torpaqlarına təhlükəsiz, könüllü və ləyaqətli şəkildə qayıdış hüququnun tanınmasının, beynəlxalq təşkilatların diqqət mərkəzində daim saxlanılmasının vacibliyini vurğulayıblar. Tədbirin sonunda konferans iştirakçıları tərəfindən Birləşmiş Ştatlar Konqresinin üzvlərinə ünvanlanmış müraciət qəbul olunub. Müraciətdə qayıdış hüququnun və xalqların öz müqəddəratını təyin etmə hüququnun beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq ardıcıl, ədalətli və ayrı seçkiliyə yol verilmədən tətbiq edilməsinin zəruriliyi vurğulanır. Ölkə üzrə 30, şəhər rayon üzrə 40 müəssisədə Aşura günü ilə bağlı qan vermə aksiyası keçirilir. Onlardan 24-ü məscid və ziyarətgah, 15-i tibb məntəqəsi, biri isə təhsil müəssisəsidir. Azad olunmuş ərazilərdə də Şuşa və Ağdam şəhərindəki məscidlərdə qan vermə aksiyası təşkil olunub. Əsas məqsəd xeyirxah niyyətlə ehtiyacı olan insanlara yardım göstərməkdir. Aksiya saat 4-ə kimi davam edəcək. Səhiyyə Nazirliyinin saat 12 olan məlumatına əsasən toplanan qanın həcmi 765,45 litr təşkil edir. Qana ehtiyacı olan minlərlə körpə bağlarımız, uşaqlarımız var. Buna görə bizim hamımızın vətəndaş borcudur ki, belə bir aksiyaya dəstək olaq. Hər il iştirak edirəm. Keçən ildə qan vermişdim. Götürülən bütün qan nümunələri Respublika Qan Bankının laboratoriyasına göndərilir. Laboratoriyada virus təhlükəsizliyi ilə bağlı müayinələr həyata keçirilir və sertifikatlaşdırılaraq müalicə müəssisələrinə buraxılır. Hal-hazırda Respublika üzrə 1701 nəfər bu aksiyada aktiv şəkildə iştirak edibdir. Aşura günü toplanılan, verilən qanların talisemiyalı, hemofiliyalı xəstələr üçün ayrıldığını nəzərə alaraq bir xeyirxahlıq nümunəsi kimi də buna bir baxırlar. Dünya müsəlmanlar məhz Aşura gününün, bu günün əhəmiyyətini, eyni zamanda Peyğəmbərimizin nəvəsinin hansı məqsədlərinə, nə uğrunda şəhid olduğunun fərqinə vardıqları üçün Aşura mərasiminin də, onun necə keçirilməsinin də artıq başa düşürlər. Bədənə xəsarət etmək, müxtəlif qeyri-ənənəvi, mənəvi dəyərlərimizə zidd olan hərəkətlərdən uzaq durmaq lazımdır və bu Aşura hadisəsinin, Aşura gününün mahiyyəti ilə ziddiyyət təşkil edir. Əslində bu hadisənin fəlsəfəsində, onun mənəvi əxlaqi dəyərlərində ümumbəşəri ideyalar, ümumbəşəri məqsədlər, xeyirxah məramlar dayanır. 3 gün öncə Xəzər rayonunun Mərdəkan qəsəbəsində dənizdə batan 4 dostdan sonuncusunun da meyidi tapılıb. 2003-cü il təvəllüdlü Pərviz Məcidovun nəşi Buzovna qəsəbəsinin dəniz sahilində aşkar edilib. Meyid həyatı üzrə təhvil verilib. Hadisə günü Namiq Əzimovun, Elnur Əbdulovun və qardaşı Elmar Əbdulovun meyidi sudan tapılaraq çıxarılıb. Göygöl rayonunda yol qəzası baş verib. Tır ilə avtomobilin toqquşması nəticəsində maşında olan Hacı Məlik qəsəbə sakinləri Mehman İbrahimov və onun oğlu Hikmət İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Qəzanın baş vermə səbəbləri araşdırılır.
Gecə saatlarında Bakının mərkəzində avtomobil yanıb. İddiaya görə hadisə Zərifə Əliyeva küçəsi ilə Neftçilər prospektinin kəsişməsində maşın hərəkətdə olarkən baş verib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. Masallıda çay kənarında çətinək yolları yetişdirən şəxs saxlanılıb. Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Babək Səmədov tutulub. Agrotexniki qaydada qulluq edərək yetişdirdiyi 95 ədəd çətinək yol aşkarlanıb. Faktla bağlı Babək Səmədov barəsində həbs qəti imkan tədbiri seçilib. Qaxda avtomobil 20 metr hündürlükdən dərəyə düşüb. Hadisə Qax-İlisu avtomobil yolunun İlisu kənd ərazisindən keçən hissəsində baş verib. Sərt döngədə idarə etməni itirən sürücü maşını dərəyə aşırıb. Hadisə zamanı bir nəfər xəsarət alıb. Avtomobilin dərədən çıxarılması istiqamətində işlər aparılır. Su polisi dəniz sahilində narkotiklərə qarşı əməliyyat keçirib. İdarəyə xidməti ərazi olan Suraxanı rayonu Hövsan qəsəbəsi Qum adası adlanan ərazidə narkotiklərin satışının təşkil edildiyi barədə əməliyyat məlumatı daxil olub. Əməl törətmədə şübhəli bilinən əvvəllər məhkum olunan Vüqar Tahirov saxlanılıb. Həmin şəxsdən külli miqdarda narkotik vasitə olan marixuana aşkarlanıb. Sosial şəbəkələrdə bir nəfərin əlindəki telefonu qəsdən hərəkətdə olan avtomobilə vuraraq sonradan sürücüdən pul tələb etməsini əks etdirən görüntülər araşdırılıb. Keçirilən tədbirlərlə həmin şəxsin əvvəllər soyğunçuluq və oğurluq əməllərinə görə məhkum olunan Elman Hüseynov olduğu müəyyən olunaraq saxlanılıb. Onun müxtəlif oxşar üsullarla vətəndaşları aldadaraq maddi vəsait əldə etməyə cəhd göstərdiyi də məlum olub. Həmin şəxs inzibati qaydada həbs edilib. Silahlı Qüvvələr Günü ilə əlaqədar Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətində qatarların hərəkət qrafiki dəyişdiriləcək. Metronun 28 may Əhmədli sahəsində və əksinə olmaqla pik saatlarda qatarlar arası interval 2 dəqiqə 30 saniyə təşkil edəcək. Zərurət yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə buraxılacaq. Stansiyalarda nəzarəti təmin etmək üçün növbəçilik cədvəl əsasında işçi qüvvəsi ayrılıb. Həmçinin qatarlar Bakımil stansiyasına və geri şənbə günü Bənövşə xəttə və Əhmədli Həzi Aslanov mənzilində isə şənbə və bazar günlərinin qrafik üzrə hərəkət edəcək. Neftçala rayonunda Dost filialı fəaliyyətə başlayıb. Dost konsepsiyası əsasında dövlət sosial xidmətlərinin əhaliyə bir pəncərədən müasir, çevik, şəffaf və vətəndaş məmnunluğuna uyğun göstərildiyi qeyd olunub. Filialın inzibati binası modern və konstruktivlik elementləri ilə müasir üslubda layihələndirilib. 10 nəfər işçi heyətlə xidmət göstərəcək. Neftçala Dost filialında gün ərzində orta hesabla 100-ədək vətəndaşın qəbulu nəzərdə tutulur. İndiyədək Bakı və bölgələrdə 7 Dost mərkəzi, 3 Dost filialı, 3 Dost məntəqəsi istifadəyə verilib. Dünya gündəmi ilə buraxılışımızı davam etdiririk. Venezuelada baş verən 2 dağıdıcı zəlzələ nəticəsində 72 nəfər dünyasını dəyişib, 700-dən çox insan xəsarət alıb. Binaların dağıntıları altından 18 nəfər sağ çıxarılıb. Zəlzələ Venezuelanın şimalında 7,1 bal gücündə olub. 40 saniyə fasilə ilə 7,2, 7,5 magnitudalı 2 yeraltı təkən baş verib. Ölkədə fövqəladə vəziyyət rejimi elan olunub. Hava limanı dəyən ziyana görə bağlanıb. Birləşmiş Ştatlar zəlzələlərin fəsadlarını aradan qaldırmaq üçün Venezuelaya axtarış, xilas etmə qrupları, tibbi resurslar, eyni zamanda humanitar yardım göndərir. Yaponiyanın şimal-şərqində də 7,2 bal gücündə zəlzələ baş verib. İlkin məlumata görə 6 nəfər xəsarət alıb. Yaponiya baş naziri zəlzələnin nəticələri barədə məlumat toplamaq və təhlil etmək üçün təcili qərargah yaradıb. Venezuela və Yaponiyada eyni magnitudaya malik zəlzələlər yarım saat fərqlə baş verib.
İranın Hörmüz boğazından keçən gəmilərə rüsum tətbiq etmək qərarı danışıqların bütün gedişatını dəyişdirir və Birləşmiş Ştatlar ilə razılaşmanın qarşısını alardı. Birləşmiş Ştatlar prezidenti Donald Trump Ağ Evdə NATO-nun baş katibi Mark Rutte ilə görüşündə deyib ki, bu onun üçün qəbul edilməz olardı. Ağ Ev rəhbəri qeyd edir ki, İran münaqişənin ilk həlli prosesinin bir hissəsi olaraq Birləşmiş Ştatlar ilə danışıqlarda çox böyük güzəştlərə gedir. Trump əlavə edir ki, İranla müharibənin başında Minabdakı məktəbə hücumu Birləşmiş Ştatlar hərbiçiləri həyata keçirməyib. Qeyd edək ki, bu ilin fevral ayının 28-də İran hökuməti Birləşmiş Ştatlar və İsrailin Minabdakı qızlar ibtidai məktəbinə zərbə endirdiyini açıqlayıb. Hadisə zamanı 168 şagird daxil olmaqla 175 nəfər ölüb, 95 nəfər yaralanıb. Birləşmiş Ştatların İranla ədavəti bir razılaşmanın imzalanmasıyla yox olmayacaq. İran Xarici İşlər Nazirliyinin sözcüsü İsmail Bəqai bildirir ki, İran son 50 ilin təcrübəsini, xüsusən son bir il yarım hadisələrini nəzərə alaraq hər bir addımı diqqətlə atacaq. Onun sözlərinə görə Birləşmiş Ştatlar rəsmilərinin müharibənin dayandırılması haqqında memoranduma dair ziddiyyətli bəyanatları İranın etimadsızlığını azaltmağa kömək etməyəcək. Amerikanın hakim dairələri yadda saxlamalıdır ki, öhdəliyə qarşı öhdəlik prinsipi qarşılıqlı öhdəliklərin yerinə yetirilməsini və memorandumun aydın mətninə tamamilə zidd olan şərhlərdən qaçınmağı nəzərdə tutur. ATV Xəbərin saat 14-də olan buraxılışını təqdim etdik. Sağ olun, sağlıqla qalın.